Mən sizə 1 dəqiqə 14 saniyəlik bir səs yazısı eşitdirəcəyəm. Gəlin hamımız bir yerdə qulaq asaq, sonra açıqlamasını verəcəyəm. Rusya'dan Peter'den bir kardeşimiz 3000 dolar gönderdi. Bir kardeşimiz Orta Asya'dan 2000 dolar gönderdi. Bir kardeşimiz Kürdistan'dan 2000 dolar gönderdi. Bir başka kardeşimiz yine 2000 dolar gönderdi. 9000 böyle dolar pul yığılmıştı ama kompüter almak için bize 19.450 ne bu kadar pul lazımdı. Sağ olsunlar bugün başka bir kardeşimiz de yardım edildi. 12.000 dolar da verdiler. Bu da bir problem var ki o ben de o endüstriyel hesaplanmamıştım. Koşkanın hesabına pul geçen de bunların birisi uygulu evletti. Derhal 20 fail oradan vergiyle hep tutulur. Önce de biraz problemimiz yarandı. İnşallah komitenin alınma sözünde o cüzü bir şey alıptı. Kömek alıptı. Onu biz inşallah yanvar yıl ayına evveline kadar halledeceğiz ve göreceksiniz ki hansı kişileri görme mümkündü. Ben teşekkür ederim yardım. Peter'dən 3000 göndərdi, 2000 göndərdi, Gürcistandan 2000 göndərdi, 9000 yığıldı. Nəhayət ki, bəs eləmirdi. 12000 bir başqa adam göndərdi. Bir dənə kompüter çağırışına ha. 12000, 9000, 21000 yığıldı və deyir, çox təəssüflər olsun ki, axırıncı göndərilən 12000-in 20%-ni vergi tutublar. Hələ təəssüflənir. Yaxşı, bu pulu kimdir göndərən? Bu pulu göndərən barmaqdan əmələ gələnlər. Mən Qabil Türkoğlu ha, Qabil Türkoğlu. Hansı ki, bilirsiniz ki, ölkədə İki adamla danışılır. Bir İlham Əliyevdən, bir də Qabil Türkoğlu'ndan. Gedəndən və gələndən. Məni kimi bir adam bir ay səsləndim ki, ildə bir dəfə olur da, maksimum 2 dəfə olur ildə. Bir ay səsləndim ki, ay millət, ay xalq, narod, mənim məhkəmələrim və təhlükəsizlik problemim var. Çox vacibdir. Maddi yardıma ehtiyac var. Cəmi-cümü 1100 manat pul yığıldı. Yəni 550 euro civarında pul yığıldı. Bir ay çağrışa. Milyonlar baxdı. Yaxşı, sual ortaya çıxır. Burada 2 sual ortaya çıxır. Birinci, ya qurbana hökumət dəstək verir, kimlərsə dəstək verir. İkinci, ya da insanlar, hələ geri zəkalı insanlar qurban kimi hökumətin tulasına inanır. Azərbaycana ya mən prezident gəlməliyəm, ya da mən istəyən. Çünki mən xalqın səsiyəm. Qurbana və mənim düşmənlərimə pul göndərənlər ailəlikcə ölkədən deport olunacaqsınız. Ailəlikcə, qadınlı kişili. Demədi demeyin. Deport eləyəcəyəm sizi. Mən, Qabil Türkoğlu, 8 ilə yaxındır artıq. 600 euroluk ikinci el kompüterdə danışa bilirəm. Narucovdan almışam. Qurban Məmmədov şəxsən 4 dənə, ən balacası 7-8 min euro olan 4 dənə kompüterini mənə göstərən adam deyə və o vaxtı bir dəfə onun efirə çıxmışam mən 2 dəfə. Yəni, adama 9000'lik kompüter bəs eləmir daha 9000 dollarlıq. 12.000'də gətir, 21.000 dollarlıq kompüter ala biləsiydi, sadəcə alanmadı. Çünki 20% vergi tutdular 12.000'dən. Nədir? Başa düşmədim. 18-19 min dollar ala bilmirsənmi? Mənim xalqımı aldadırlar. Qurbana pul göndərənlər. Ananıza, bacınıza, arvadınıza, qızınıza qoyacam. Mən bunu gizlətmirəm. Qurbana və mənim düşmənlərimə pul göndərənlər. Ölkənin, xalqın, millətin düşmənlərinə pul göndərənlər. Ana bacınıza, arvadınıza, qızınıza, qız gəlinlərinizə qoyacam. Sözdür də dedim. Nə istəyirsiniz qəbul eləyin. Sadəcə ya qurban hökumətin adamıdır, ya da qurbana inanan geri zəkalılar hazırlaşın.